Mən Beyləqan rayonu sakini Kərimova Həmdən, Magistrat küçəsi ev nömrə 5-də yaşayıram. Mənim müraciətim burada cənab prezidentimizə, baş prokurorumuza, Ədliyyə Nazirimizdən kömək istəyirəm. Mən 2017-ci ildə sosial alırdım, sosial yardımı kəsdilər. Kəsəndən sonra mən getdim Beyləqan rayonu məşğulluğuna, orada bildirdilər ki, mənim xəbərim olmadan adıma iş gedir. Bəndəliyev, Beyləqan rayonu konfozunda Bəndəliyev Arzunun yanında. Mənə orada kağız verdilər, dedilər apar ver Bəndəliyev Arzuya, deyirən ki, burada 9 ay yaxındır, sənin adın işdə gedir. Mən də apardım həmin kağızı verdim, Bəndəliyev Arzuma olmayan nəlaq söyüşləri söyüb məni otağından qavaladı. Mən də oradan getdim Beyləqan rayonu prokuroruna, başıma gələnləri Beyləqan rayonu prokuroruna danışandan sonra prokuror onu çağırtdı. Məlum oldu ki, mənim adım orada işdə gedir. Mən də bunu işıqlandırdığıma görə, cənab prezidentə müraciət elədiyimə görə, məni Beyləqan rayonu icra hakimiyyəti Əziz Əzov gəlib məni radarın altında çağırtdırıb. Mənə hədə qorxu gəlir ki, get TikToku yığışdır, Bəndəliyev Arzu mənim bacım oldu. Get ondan üzr istə. Şikayəti də geri götür. Mənim müraciətim buradan cənab prezident sizə qurban olum. Bir rayonun icra hakimiyyəti, başsız kadın, mənim himayəmdə az yaşlı uşağım var. Mənim qapıma nəyə gəlib? Ki, get Bəndəliyev Arzudan üzr istə. Məni Beyləqan rayonu icra hakimiyyəti Əziz Əzovda, Beyləqan rayonu konvozu müdür Bəndəliyev Arzuda ikisi apar verir məhkəməyə. İndi buradan üzümü tutub sizə güvənirəm. Cənab prezident, xahiş edirəm mənə köməklik eləyəsiniz.